Salam hamıza dostlar. Bu videoda Samsung Galaxy F36 telefonunu inceləyəcəyik və həmən dizaynından başlayaq. Dostlar, bu telefonun dizaynı çox maraqlıdır. Yəni 2025-ci ildə Samsungdan belə dizayn çıxmırdı. Ancaq burada görmüş olduğunuz kimi Samsung Galaxy F36 modelində çox daha fərqli, çox daha köhnə dizaynlara dayanan bir struktura mövcuddur. Plastik çərçivələrinin yanı sıra Samsung Galaxy A30, A32-yə A30-a da oxşuyur. Ancaq bu yeni bir telefondur. Prosesoru da həqiqətən yaxşıdır. Mən birazdan sizə hamısını deyəcəm və qrafik cəhətdən, oyun cəhətdən də yaxşı performansa sahibdir. Ancaq mən biraz dizaynını bəyənmədim dostlar. Dostlar, telefonun görmüş olduğunuz kimi yan tərəfindədir, yəni barmaq izi sensoru. Baxmayaraq ki, telefonun ekranı Super AMOLED-dir. Sol tərəfinin üst hissəsində, yəni üst sol küncdə görmüş olduğunuz sim yuvaları mövcuddur və ön kameramız damla şəklindədir. Çox köhnə bir dizayndır. Bu dizayndan artıq bir çox telefon istifadə eləmir. Hətta Redmi-nin aşağı modellərində də bunu görmək çox çətindir. Aşağı çərçivənin qalınlığı da göz önünə çıxır. Bu da heç də xoş görünmür. Dostlar, telefonun artıq performans cəhətini biz deyək. Dostlar, telefonumuz həqiqətən yaxşı bir ekrana sahibdir. Super AMOLED-dir, 120 Hz bir ekrandır bu. Və yəni yaxşı PUBG performansı sizə verə bilər. Həqiqətən canlı rənglər və bu ekran Victus Plus ilə qorunur. Pis deyil həqiqətən öz sinifinə görə. Və Full HD Plus bir ekrandır. Olduqca da sıx pikselli ekrandır bu. Amma biraz ekran gövdə nisbəti zəif olası. 85.2%, bu da qalın çərçivələrdən irəli gəlir. Dostlar, telefon prosesoru az öncə də dediyim kimi yaxşıdır, pis deyil. Exynos 1380-dır, 5 nanometrlik. 4 dənə 204 GHz-lik A78, 4 dənə də A55 nüvələri var. Bu da enerji qənaətdir. Ancaq qrafik kartımız həqiqətən yaxşıdır. Müalicə 68 MP5. Bu da PUBG Mobile-da 90 FPS-ləri görməyinizi sağlayacaqdır sizin. Dostlar, telefonumuz maksimum 256 GB yaddaş və 8 GB RAM-la gəlir. Dostlar, telefonumuz 2025-ci ilin iyulunda istehsal olunub və bu telefon 200 qramdır. O da yəni bunun olduqca ağır telefonlardan ola biləcəyini göstərir. Dostlar, telefonumuzun kameraları 50 megapiksellikdir. Optik stabilizasiya ilə gəlir və 8 megapiksellik geniş bucaqlı kameramız var. Qaranlıqda yaxşı şəkillər çəkəndir bu kamerada. Ancaq geniş bucaqlı kamera qaranlıqda o qədər yaxşı şəkil çəkmir. 4K 30-60 FPS və 720-480 FPS video çəkir. Bu da qrafik kartının gücündən asılıdır. Həqiqətən qrafik kartı yaxşıdır telefonun. Selfie kameramız 13 megapikselli. Qaranlıqda yaxşı şəkil çəkməsə də gündüz vaxtı şəkil çəkir. 4K 30 FPS, 1080p 30 FPS video çəkir dostlar. Telefonumuzun bataryası 5000 mAh-lıqdır. Biraz balaca bataryadır, ancaq olsun, yenə də idarə eləyər. Dostlar, telefonumuzun elə bil ki, yekun rəyini demək istəyəndə, dostlar, telefonumuz həqiqətən performansı da yaxşıdır. İstifadəyə uyğundur, yəni yüksək performanslı istifadəyə nisbətən uyğundur. Bu da bu telefonu öz qiymətinin yaxşı telefonlarından eləyir. Yəni, könül rahatlığı ilə F36-nə siz PUBG Mobile-dan ötürü ala bilərsiniz. Təbii ki də uyğun qiymətə Samsung axtarırsınızsa. Dostlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın, çox sağ olun, salamat qalın. Bir də dostlar, videoya like ataraq kanala abunə olmağı da unutmayın. Çox sağ olun.